Videoya baxın. Bunun qulağını eşitdirəcək. Bu mənəm, görürsünüz də. Bu da oğlum Rəvandır. İcbari tibbi sığorta tərəfindən, dövlət tərəfindən oğlum əməliyyat olundu. Bu da əməliyyatdan çıxandan sonra. Aparat verib dövlət tərəfindən, yəni verilib, sağ olsunlar. Bu eşitmə cihazı taxırsan qulağa eşidir də, yəni uşaq eşidir. Təkcə bunun ayarlanmasına, səsinin azaldıb çoxaldılmasına 300 manat pul istəyir bu reabilitasiya mərkəzi. Və bu reabilitasiya mərkəzinin rəhbəri sürdüyü maşın ən azı 100 min, 150 minlik maşın sürür. Gör neçə valideynlərin haqqına girir. Azərbaycanda orta əmək haqqı 400 manatdır. 300 manata bir dənə bunun ayarını 5 dəqiqə vaxt aparmır. 2 dəqiqə vaxtın içində qoşurlar ora, ayarlayırlar su. Səninkisən də mənki məndə 300 manat. Mən övladımdan sarı Allah'a and olsun geyinim bu formanı geyinim. Mənə dəmir vermişsin, mənə insan dəyəri lazımdır bu ölkədə. Mənə bunları vermişsin, mənə bunlar lazım deyil. İnsan dəyəri lazımdır mənə bu ölkədə. Bu insandır, vətəndaşdır. Bunun bugünkü günləri bir dənə dəyəri, qiyməti, qədri yoxdur. Ay insandır da bu. Yarımcandır da, nə olar buna sən vətəndaş olaraq, dövlət olaraq, hökumət olaraq buna sahib çıxa bilmirsən. Təqaüdümü satıram. Allah'ımıza and olsun özüm. Prezident təqaüdçüyəm, təqaüdümü satıram. 10 illik verirəm bu kartı. Gətir mənə 3000 pul ver. Denən ki ala bu 3000'i yatızdır burada Koklet Tibb Mərkəzində Nərmanovdadır. Baxın yenə göstərir.